Salam, əziz və dəyərli izləyicilərim. Bugün alma sirkəsi haqqında video çəkirəm. Çünki çox suallar gəlir və çalışdıqca bu suallarınızın ətrafında videolar çəkmək istəyirəm ki, heç kimə qaranlıq qalan yer olmasın. Yenə də suallar gəlib ki, Məryəm xanım, hansı sirkəni içirsiniz? Baxmayaraq ki, çox videolar çəkmişəm, amma yenə də yazırsınız. Alma sirkəsinin qısacıq faydaları haqqında deyim sizə ki, deməli, alma sirkəsi şəkər xəstələrinə çox xeyirdir. Ümumiyyətcə alma sirkəsi köpün qarşısını alır, qazın qarşısını alır. Amma burada söhbət hansı alma sirkəsindən gedir? Burada söhbət təbii, orqanik alma sirkəsindən gedir söhbət. Məsələn, mən Rusiyada yaşayıram. Birinci bu sualınızı cavablayım. Mən Rusiyada yaşayıram. Mən hansı sirkədən istifadə eləyirəm? Bizdə Valbris deyilən bir yer var. Azərbaycanda isə Temu deyilən bir yer var. Yəqin ki, çox güman ki, siz də oradan sifariş eləyə bilərsiniz. Və yaxud da kimlərsə sirkə çəkirsə evində, bilirsinizsə ki, doğrudan da həqiqi orqanik alma sirkəsidir, istifadə eləyə bilərsiniz, ala bilərsiniz. Həmən o qohumlarınıza deyə bilərsiniz, sizin üçün də tutsun o alma sirkəsindən düzətsin. Yəni ki, çox asandır, amma mən düzü düzətmirəm, çünki orqaniklərini alıram, həqiqətən də orqanikdir. Baxın, sizə göstərirəm. Mən bu cürəsini alıram, üstə şəklini qoyacağım. Alma sirkəsi, baxın, belə bulanıq olmalıdır, dibində belə çöküntülər olmalıdır. İndi mən tərpətmişəm, bilmirəm, burada çöküntülər görünür, görünmür. Baxın, o qutarmamış biraz Valbresdən gec gəldiyi üçün mən artıq ikincisini sifariş etmişəm. Belə gözəl karobkada gəlir ki, sınmaması üçün, indi bilmirəm, siz Temu'dan sifariş eləyə bilərsiniz, yoxsa yox. Burada sizin gözünüzün qarşısında açıram. Gözəl də belə upakovka eləyirlər ki, sınıb eləməsin. Baxın, yenə də həmən ki, sirkədəndir. Dibində bilmirəm, siz görə bilirsinizmi, görə bilmirsinizmi, dibində çöküntüləri var. Tam yaxından sizə göstərirəm, ekrana da şəklini qoyacağım. Yəni ki, arxayın olmağım üçün biri qutarmamış, tez ikincisini mən sifariş edirəm. Mən hər gün istifadə edirəm. Hərə öz orqanizmini özü tanıyır, mənim əzizlərim. Baxın, çox suallar gələndə, mən eyni suallara eyni cavabı yazanda TikTok mənim şərh bölməmi blok eləyir. Yəni, kommentariyalara cavab yazmağı. Eyni cavabı yazmaq olmur. Sizlər də eyni suallar verirsiniz. Məryəm xanım, necə içirsiniz? Mənə də olarmı? Mədəm ağrıyır, nə bilim, mədəmdə xora var, bağırsağımda yara var. Mən bilmirəm, əzizlərim. Hərə öz orqanizmini özü tanıyır. Bəli, mədədə qastrit olana mən bildiyim qədər olmaz. Mədə bağırsağında ümumiyyətcə ciddi problemi olanlara alma sirkəsi olmaz. Baxmayaraq ki, orqanik alma sirkəsidir. Məndən soruşsanız, bizdə hamımız, ailə üzvlərimiz içirik. Yəni, çox da xeyrini görürəm. Ələxsus dediyim kimi, insülin rezistentliyi olan və ikinci tip diabet xəstələrinə birəbir dərmandır alma sirkəsi. Yenə də həkiminizə məsləhət eləyin. Endokrinoloqa gedəndə, endokrinoloq sizə müalicə yazır, dərmanınızı yazır, protokol yazır. Çalışın o protokol üzrə hərəkət eləyin, mənim əzizlərim. Riayət eləyin həkiminizin dediklərinə. Ümumiyyətcə, sağlam qida həyat qurtarır. Baxın, mənim oxuduğum kitabların sayı hesabı yoxdur, məni tanıyanlar bilir və xərçəng xəstəliyində də alma sirkəsinin böyük rolu var. Amma yenə də deyirəm, hərə öz orqanizmini özü tanıyır. Bu müalicə deyil. Deməyin ki, mən alma sirkəsi içib xərçəkdən sağalacam. Baxın, oxuduğum kitablardan, məsələn, baxın, xərçəng xəstəliyi haqda həqiqətlər, pravda raki. Baxın, bu kitabı daha çox sevirəm, çünki bu kitab ümumiyyətcə özü də çox böyük mükafatlara layiq görülüb və həmçinin də yazıcısı onkoloq 30 ilin onkoloq professoru yazır bu kitab haqqında. Baxın, Tsar Всех болезней və rak Hindistanlı həkimdir, tanınmış, amma Amerikada yaşayır. Yəni, bu da baxın, professor Neumuvakinin rak xəstəliyi haqqında, professor alim Neumuvakin bir çox kitabları göstərə bilərəm. Mənim hər otaqda kitab rəflərim çoxdur. Yəni ki, mən gecəmi gündüzümə qatıb oxuyuram. Baxmayaraq ki, təhsilimi dietoloq, nutrisioloq üzrə təhsilimi Rusiyada almışam. Amma yenə də mən oxumaqdan dayanmıram. Nəyin, hər bir şeyin kimyasını araşdırıram. Hər bir şeyi dəqiqliyi ilə araşdırıram. Baxın, bu insülin rezistensiliyi olan və ikinci diabet növü olan xəstələr, həkiminizdən də soruşun. Yeməyinizdən 15 dəqiqə qabaq ilıq suya, bir xörək qaşığı, bir stəkan ilıq suya, bir xörək qaşığı əlavə
gedib yeməyinizi yeyin, istəsəniz 15 dəqiqə sonra da için və durun piyada gəzin. Yol gəzməyiniz sizin dərmanınız ayağınızın altındadır. Yəni gəzmək. Ümumiyyətcə dediyim kimi bu köp, nə bilim nə mikroflorasını düzəldir bağırsağınızın. Həzminizi yaxşılaşdırır. Dediyim kimi köpü götürür. Görürsünüzmü? Saymaqla bitmir mənim əzizlərim. Sizlər də dediyim kimi qohumlarınızdan, əqrabalarınızdan indi biri kimsə gələcək bir dənə başı olmayan yazacaq ki, reklam eləyir sirkəni. Hə, bu böyük bir şirkətdir və o şirkət mənə 50 milyon verib ki, mən onları reklam eləyim, amma başa düşənlər başa düşür, baş olanlar başa düşür. Səviyyəli izləyicilərim, dəyərli izləyicilərim ki, əziyyətimə dəyər verib gözəl şərhlər yazırsınız, dualar yazırsınız. Dualarınız, sevgiləriniz hamısı qarşılıqlıdır mənim əzizlərim. Bilirsiniz ki, dırnaqda, ayaq dırnağında, əl dırnağında da göbələk olanda alma sirkəsini məsləhət bilirlər. Nəyə görə? Çünki göbələyin qarşısını alır. Yəni biz də sirkəni içəndə orqanizmimizdə olan göbələklər çığıraraq məhv olur. Yenə də amma məsləhət özünüzündür. Məndən soruşduğunuza ki, hansı sirkəni içirsiniz, necə içirsiniz, mən sizə içilmə qaydasını da dedim, hardan alıram dedim. Məndə olur ki, bəzən yeməkdən 15 dəqiqə qabaq, yeməkdən 15 dəqiqə sonra içirəm. Çox gözəl də təsir eləyir. İllərdir içirəm. Yəni mən sirkəni evdən əksik eləmirəm və sizə də göstərdim. Siz də hansını istəsəz ala bilərsiniz. Mənim əzizlərim, Məryəm xanımın bütün qızıl qaydalarını bilmək istəyirsinizsə, qəbizlikdən azad olmaq istəyirsinizsə, qazdan, köpdən, qarın gürültüsündən ki, artıq siz əgər qarnınız gürüldüyür, bir yerdə qonaq gedib qala bilmirsinizsə, hər gün tualetə, böyük bayıra getmirsinizsə, artıq bu böyük bir bədbəxtlikdir. İnanın mənə. Çünki demək ki, sizin artıq bağırsağınız sizdən imdad eləyir, sizdən kömək istəyir və siz o köməyi ondan əsirgirsiniz. Necə eləyirsiniz? Bəzi dietologlar var ki, hansı ki sizə həmən yazır ki, yeməyinin üstünə siyana töküyü və yaxud həftədə bir dəfə acılıq otu iç, magnesulfat duzu iç, dəvə gözü iç, bisakadil, matilium, difalak və s. Mən onlara nifrət eləyirəm. Onlar sizin bağırsağınızın mikroflorasını pozur, selihli qışasını zədələyir. Bunlar olmaz və ən əsası tənbəllik yaradır və sizin bağırsağınız artıq klizmaya belə təsir göstərmir. Amma Məryəm xanımın qrupunda tam sadə üsulla böyük qarından azad olursunuz, qaraciyər yağlanmasından azad olursunuz və toksinlər bağırsağınızdan, qaraciyərinizdən təmizlənir. Əgər üzünüz ləkədirsə, prişiklər varsa bədəninizdə, əlinizin üstündə prişiklər, ləkələr, sızanaqlar varsa, demək ki, bu sizin qaraciyərinizin bir çığırtısıdır. Düzdür, qaraciyərimizin siniri olmadığı üçün, ümumiyyətcə ciyərimizin siniri olmadığı üçün o bizə zədələndiyini bildirmir. Amma siqnallar verə bilər. Siz də bəziləriniz o siqnala fikir vermirsiniz. Siqnallar da bu sizə sadaladıqlarımdır. İstəsəniz bircə dəfə 20 manat ödəyirsiniz. İli 20 manata Azərbaycanda qrup bir dənə məndədir. Mən sizə heç nə satmıram. Nə arıqlama çayı, nə arıqlama kofesi, nə alma sirkəsi. Ümumiyyətcə heç nə satmıram. Çünki onlar dəhşət saçır və acılıq etməyə qoymuram. Ay nə bilim su diyeti eləyin. Ay nə bilim bir gün alma yiyin su için. Bunlar da olmaz. Əzizlərim, mən də sizə deyə bilərəm ki, siyana çayı için gündə tualetə gedin. Amma onda sizi mən bədbəxt etmiş olaram. Mən də sizə sata bilərəm arıqlama çayı, arıqlama kofesi. Tez arıqlayarsınız, amma mən bilirəm ki, xəstəliyə düşəcəksiniz. Və yaxud su diyeti eləyin. Olmaz, immun sisteminiz aşağı düşür. Hər bir insanın bədənində hər gün 300-ə qədər xərçəng hüceyrəsi baş verir. Bunu istədik, istəmədik. Böyük və ya yaşlı, cavan və yaxud yaşlı uşaq hamımızın orqanizmində. Amma immun sistemimiz gəzir, özü harda var onu həmən məhv edir. Təbii ki, immun sistemimiz güclüdürsə. Siz o çaylarla, bağırsaq açıcı şamlarla aclıq etdiysəniz və yaxud su diyeti etdiysəniz artıq immun sisteminizi zəiflədirsiniz və o immun sistemi sizin xərçəng hüceyrənizi, nəinki onu heç bir xəstə hüceyrəni məhv etmək qabiliyyətinə malik olmur. Ona görə məndə tam sağlam şəkildə dediyim kimi canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Xanımlar sizə bütün gözəllik sirlərimi həmən öyrədəcəm. Dırnaq göbələyindən azad olmaq, saçınızın gözəlliyi, üzünüzün gözəlliyi və s. və ilaxirə. Təbii ki, istəyirsinizsə. Nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə tələffüz edirəmsə o cürə yaddaşa salın. İstər kənddən, şəhərdən, xarici ölkədən, hardan yazırsınızsa yazın. Özünüzdən heç bir əlavələr eləməyin. Bu cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çox alsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.